Bizim mövzumuz potansiyel ve kinetik enerjidir. Potansiyel ve kinetik enerjilerin hündürlükten asılı olarak necə dəyişdiyini bugün biz öyrənəcəyik. Yadınızda qalsın ki, potansiyel enerji qarşılıqlı təsir enerjisidir, kinetik enerjisi hərəkəti öyrənən enerjidir. Bəs enerjinin özü nədir? Cismin iş görə bilmə qabiliyyətinə enerji deyilir. Bəs enerji hündürlükdən necə asılıdır? Gəlin bunu aydınlaşdıraq. Bu prosesler zamanı bir dənə dəyişməyən kəmiyyət olacaq tam enerji. Çünkü tam enerji bütün nöqtələrdə potansiyel ve kinetik enerjilerin cəminə bərabərdir. İndi gəlin, bizim tutulan hündürlüğümüz maksimal hündürlüktür, H hündürlüğüdür. Maksimal H hündürlüğündə, bax məsəl üçün, mən bu aralığı hündürlüğümü seçirəm və deyirəm ki, bu hündürlüğüm mənim maksimal H hündürlüğümdür. Maksimal H hündürlüğündə tam enerji kinetik enerji ile potansiyel enerjinin cəminə bərabərdir. Bu şəraitdə baxıb görürük ki, biz bilirik ki, potansiyel enerji hündürlükdən asılıdır. Baxın, potansiyel enerji bərabərdir mgh, yəni hündürlükdən asılıdır. Hündürlükdən asılı olduğu üçün kinetik enerji isə üfüqi istiqamətdə hərəkət olduğu üçün potansiyel enerji haradaki şarjlı istiqamətimiz var, yəni hündürlüyümüz var. Həmin nöqtədə maksimal hündürlükdə kinetik enerji olur 0. Çünkü burada hündürlüktür. Maksimal hündürlükdə potansiyel enerji maksimum qiymətini alır və deyə bilərik ki, potansiyel enerji tam enerjiye beraber oldu. Yani ki bu maksimal hündürlükte kinetik enerji 0 olduğu için potansiyel enerji tam enerjiye beraber oldu. Bəs yaxşı, bizim hündürlüğümüzün orta hissəsində nə baş verir? Hündürlüğün orta hissəsində uşaqlar potansiyel enerji kinetik enerjiye beraber olur. Yani mesela bunu 100% üstünde hesaplamamıza aparsaq, onda burada olur mesela 100 jouldursa enerjimiz 100 jouldursa bu 100'ün yarısı bunun üzerine düşmeliydi. Ama bakıp görürük ki burada kinetik enerji 0'dır. Kinetik enerji 0'sa onda bizim potansiyel enerjimiz bize ne verir? 100 joule'u tamamıyla verir. Bu nöqtədə ise 100 joule'u bu ikisinin arasında beraber bölməliyik. Tutalım ki bunun qiymətini 50 joule verəcəm. Bunun da qiymətini 50 joule verəcəm. Baxın, tam enerjide görün dəyişiklik baş verdi. Tam enerji neye beraber oldu yine? Kinetik üstəgəl potansiyel. Ve bunların enerjilerinin cəmi yenə nə olur? 50 joule üstəgəl 50 joule. Yenə nə qədər oldu? 100 joule. Sonunda yerə çatan anda hündürlük yoktur. H olmadığından potansiyel enerji de olmuş. Hündürlüğü olmadığından potansiyel enerji olur. Onda tam enerji neye beraberdir? 0. Kinetik enerji üstəgəl potansiyel enerji. Bu hissəmiz bizim olmadığı üçün və biz əvvəldən nəzərə aldıq ki, bizdəki kinetik enerji 100 joule'dur. Ondaki kinetik enerji tam şəkildə nəyə bərabər olur elə? 100 joule'a bərabər olur. Bütün proseslərdə nəyin dəyişmədiyini hiss elədik. Nə dəyişmir? Tam enerji bütün nöqtələrdə neynədir? Dəyişmədi. Belə çıxır ki, onda bütün nöqtələrdə tam enerji konstant olur. Yəni dəyişmir. Buna da enerjinin saxlanma qanunu deyilir ki, potansiyel enerji ile kinetik enerjinin cəmi bütün nöqtələrdə kinetik dəyişib azalanda potansiyel artır, potansiyel azalanda kinetik artır və sonunda bütün nöqtələrdə tam enerji neyini dəyişir. Yaxşı, biz onda bu mövzuya hansı düsturlardan danışa bilərik? Biz potansiyel enerjini hesaplayarkən mgh düsturundan, kinetik enerjini hesaplayarkən mv kvadratı bölü 2 düsturunu istifadə edəcəyik. Buradan görsəndiyi kimi potansiyel enerjinin içərisində axtarılan kəmiyyətlər kütlə və hündürlüyü tapa bilərik. Kinetik enerjinin içərisində axtarılan kəmiyyətlər yenə də kütlə ilə və sürəti tapa bilərik. İndi isə bunlara aid müxtəlif məsələlər həll edəcəyik.